Əziz dostlar, axşamınız xeyir olsun. 23 iyun 2025-ci il Mahmudlardayam. Hava qaralıb, saat 8-ə qalıb 10 dəqiqə. Havanın temperaturu 32 dərəcə. Deməli, baxın bu gözəl binalar, bunlar hamısı Alanya'da məşhur inşaat şirkəti, top 5'ə daxil olan inşaat şirkətinin binalarıdır. Yeni olmasalar da. Mən bu binalardan birində videom olub əvvəllər. Bugün isə sizə baxın, eyni inşaat şirkətinin bu iki korpusdan ibarət olan binasında gözəl bir mənzil təqdim edəcəm, 3 otaqlı. Bizi izləməyə davam edin və sonda mənzilin qiymətini deyəcəm. Zaten mən bütün videoların altında qiyməti yazıram. Bəli, kompleks böyükdür. 2 dənə yüksək qatdan ibarət olan korpuslarda, ortada böyük hovuzu var. Yeri isə mükəmməldir. Mahmudların sonu. Ora 4 yol deyilən ərazidir. Bura isə Gold City yolu adlanır, bu tərəfə gələn yol. Dənizə məsafə hardasa 50-60 metr. Orada restoranlar, kafeler, aptek, dayanacaqdan tutmuş hər şey var burada. Hər şey var bu ərazidə. Mən də uzun müddət bu ərazidə yaşamışam. İndi isə biraz qabaqda yaşayırıq. Və dediyim kimi top 5'ə daxil olan inşaat şirkətinin binasıdır. Bu binanın yaşı hardasa 10-15 arasıdır. Tam dəqiq öyrənməmişəm. Üzürlü sayın, amma ondan çox deyil. O qədər olacaq, yəni 10-15'dən çox deyil. İndi isə içəri daxil olub əraziyə baxacağıq. Sonra isə mənzilə. Bura binanın girişidir. O belə qəşəng səliqəli girişi var, dəmir qapılar. İndi şifrəni yazıb daxil olacağıq binanın girişinə. Baxın əziz dostlar, burada içəri daxil olduqdan sonra hələ mənzilə çıxmırıq. Mənzil elə bu korpusdadır. Buradan çıxırıq əraziyə. Binanın ərazisinə çıxacağıq, baxacağıq öncə. Sonra qayıdıb mənzilə bərabər baxarıq. Deməli, binanın oradan da girişi var, hovuz olan tərəfdən. Oranı göstərəcəm. Öncə bura baxaq. Burada açıq park yeri var. Üstü bağlı da yer var. Orada velosipedləri park ediblər. Və uşaq oynamaq üçün yer var. Ərazisi böyükdür. Buradan belə göstərəcəm. Baxın, qarşıda generator. Uşaqların oynaması üçün yer. Kamelya. Əlbəttə, bu inşaat şirkətinin indi çox lüks binaları var. Çox böyük. Çəkmişəm, göstərmişəm çoxunu. Bu biraz əski sayıla bilər digər binalara nisbətən. Amma keyfiyyət, yəni keyfiyyət olsun, yəni evin genişliyi filan burada tam fərqlidir, böyükdür, gözəldir. İnşallah sona kimi izləsəz mənzilin içində görəcəksiniz. Bu da darvaza, hansı ki maşınlar buradan əraziyə daxil olurlar. İndi isə gedirik havuz tərəfə, hovuza baxaq. Gedə-gedə burada da ərazidə görürük ki, sol tərəf, sağ tərəfdə yaşıllıq, gözəl qazon, ağaclar əkilib. Ərazi təmizdir, baxımlıdır. Burada qapalı infrastruktura da var, sauna, hamam, amma çalışmır. Çalışmamasının səbəbi belə izah olunur ki, əsasən burada yaşayanlar Avropalıdır və Ruslar daha çox sevirlər saunanı, hamamı. Avropalılar çox sauna, hamam istifadə eləmədiklərinə görə, burada da yəni tələb az olduğuna görə çalışdırmayıblar. O belə izah olunur. Amma hovuz, kaydıraq, orada mangal zonası, mini bar var orada və uşaq hovuzu, bu belə ərazisi var, gözəl. Hovuz isə çalışır. Bizim mənzil bu korpusdadır. İndi qalxacağıq, arxa korpusda. Və orada qarşıda daha bir giriş oradadır. İndi isə artıq mənzilə qalxıram və mənzildən görüntülər sizi gözləyir. Və artıq liftlə yuxarı qalxırıq. Panoramik lifti var. Baxın, hava da qaralıb, artıq gün batmaq üzrədir. Və mənzil yüksək mərtəbədədir. Qalxırıq mənzilin olduğu qata.
Bəli əziz dostlar, artıq mənzilin olduğu qatdayıq və daxil oluruq mənzilimizə. Deməli 3 otaqlı mənzil, 2+1 böyük mənzildir. Hardasa 135 kvadrat metr mənzilin ölçüsü var, balkonları ilə bərabər. İndi göstərəcəm. Başlasaq bu tərəfdən, baxın, girişdə belə ayaqqabı qoymaq üçün şkaf var. Burada domofon, Wi-Fi. Birinci sanuzol buradadır, böyük sanuzol. Bu bizdə birinci sanuzoldur. Giriş belə geniş girişdir. Sağ tərəfdə gözəl şkaf qoyulub. 4 qapılı. Və buradan sol tərəfə daxil olsaq bir yataq otağı. Bu yataq otağında öz sanuzlu və balkonu var. Bu inşaat şirkətinin evləri doğrudan da keyfiyyətli olur. Bu da yeni bina olmadığı üçün burada evin ölçüsü böyükdür. Doğrudan da baxın necə böyük balkondur. Bu hələ bir balkon. İndi növbəti balkona da çıxacağıq. Və davam eləsək, görək önümüzə nə çıxır. Ev doğrudan da geniş. Bu isə növbəti. 2 dənə ayrı-ayrı yataq var burada. Pəncərəsi, burada bəzi əşyalar yığılıb. Bütün otaqlarda kondisioner, şkaflar necə lazımdır. Səliqəli bir evdir. Hər yerdə yerdən qızdırma sistemi var. Bütün otaqlarda, sanuzullarda yerdən isitmə sistemi var. Baxın. İndi isə daxil oluruq geniş salona. Bura böyük mətbəxidir buranın. Texnikası hamısı Franki markasıdır. Franki. Paltar yuyan, elektronik soba. Orada qab yuyan maşın. Bu da bizim salonumuz. Səliqəli, gözəl, tərtəmiz. Bu stollar və stullar balkon üçündür təbii ki. Çox böyük, geniş, qəşəng bir evdir. İndi isə çıxıram balkona. Balkona və böyük balkona. Və balkona çıxan kimi baxın gözəl gün batımı baş verib, dəniz görsənir. Bu tərəfdə də aradan dəniz görsənir. Bu tərəfdə isə gözəl dağ mənzərəsidir. Utopiya, Qarqıcaqda Utopiya otel və villalar. Bir də aşağıya hovuza baxır. Uşaqlarınız məsələn hovuzda üzərkən, çimərkən siz buradan rahat onları görə biləcəksiniz. Bu da qonşu binanın. Balkon isə böyükdür. Baxın. Çox böyük balkondur. Geniş və böyük. Yeni binalarda belə balkonlar artıq tarixə qovuşub. Çox az rast gəlinir, demək olar ki, olmur. Ərazi 4 yol manav, marketlər, restoranlar, kafelər, hamısı buradadır. Hamısı. Aptek, orada qəssab var. Hər şey yaxındadır. Dənizə isə 50-60 metr məsafədir. O yoldan götürsək. Belə əziz dostlar, toparlasaq, Mahmudların sonunda 4 yolda Qarqıcaqla sərhəddə top 5-ə daxil olan inşaat şirkətlərinin əski binalarından, bir o qədər də keyfiyyətli və gözəl binalarından biri. 3 otaqlı mənzil, 135 kvadrat metr, 2 sanuzol, 2 balkon, qiyməti 195.000 avrodur. Bu mənzilin sahibi mənim dostumdur, buradan onu da salamlayırıq. İnşallah mənzilə sahib olmaq istəyənlər bizimlə əlaqə saxlasınlar. Sağ olun, var olun, gələn videolarda görüşənədək.